Salam əziz şagirdlərim, bugün sintaksis söz birləşməsi ilə izahlarımıza davam edirik. Gəlin başlayaq. Sintaksis qrammatikanın bir şöbəsi olaraq söz birləşmələrini və cümlələri öyrənir. Deməli, sintaksis nəyi öyrəndi? Söz birləşmələrini və cümlələri öyrənmiş oldu. Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi deməkdir. Deməli, söz birləşməsi nəyə deyildi? İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Məsələn, bizə tərəf və biz tərəf. Bax, burada tərəf sözünə diqqət edin. Bizə tərəf deyəndə tərəf sözü bax yönlü hala qoşulmuş. Nə olacaq? Qoşma olacaq, yönlü hala qoşulan qoşma tərəf. Amma biz tərəf deyəndə isə burada artıq tərəf isimdir. Biz tərəf. Burada artıq söz birləşməsi yaranmış olacaq. Müstəqil sözlər əsas nitq hissələridir. Köməkçi nitq hissələri söz birləşməsi yarada bilmir. Yadınızda saxlayın. Köməkçi nitq hissələri söz birləşməsi yarada bilmir. Köməkçi nitq hissələrində qoşma, bağlayıcı, ədat söz birləşmələrinin tərkibində iştirak edə bilər. Bax, hansılar oldu? Qoşma, bağlayıcı, ədat söz birləşmələrinin tərkibində iştirak edə bilər. Ancaq söz birləşməsinin tərəfi ola bilməz. Köməkçi feillər söz birləşməsinin müstəqil tərəfi ola bilmir. Köməkçi feillər hansılar? Etmək, eləmək, olmaq və s. bunlar müstəqil. Bax, söz birləşməsinin müstəqil tərəfi ola bilmir. Bax, söz birləşməsidir, söz birləşməsi deyil. Söz birləşməsidir. Qızıl saat, həyat yolu, həyatın mənası. Bax, növbəti izahlarımızda deyək ki, qızıl saat birinci növ təni söz birləşməsi, həyat yolu ikinci növ təni söz birləşməsi, həyatın mənası üçüncü növ təni söz birləşməsi olmuş olacaq. Daha çox oxuyanda bu feili birləşmədir, gözləri nəmli və s. Baxın, bunlar hamısı söz birləşməsidir. Amma evə tərəf, kömək etmək, anadan olmaq, sənin üçün, bizdən əvvəl söz birləşməsi deyil. Davam edək. Söz birləşmələri quruluşsa iki qrupa bölünəcək. Bax, söz birləşmələrində düzəltmə deyə bir anlayış yoxdur. Düzəltmə deyə söz birləşməsi olur. Sadə söz birləşməsi olur və mürəkkəb söz birləşməsi olur. İki müstəqil sözdən ibarət olan söz birləşməsi, sadə həyat, yaşamaq üçün nəvəs. Bax, bu üçün burada köməkçi nitq hissəsi var. Deyəsə bəs üçdən nədir? Xeyr, burada köməkçi nitq hissələri. Deyir ki, köməkçi nitq hissələri söz birləşməsi yarada bilmir. Bax, bunu sayı olaraq saymır. Evə tərəf yox və s. Mürəkkəb söz birləşmələri hansılardır? Üç və daha artıq müstəqil. Bax, nə deyir bizə? Müstəqil sözdən ibarət olsun. Dünyanın qədim şəhərləri. Bax, dünyanın qədim şəhərləri 3 dənə müstəqil sözün birləşməsindən yaranır. Quruluşda növü müəyyən edərkən bax, müstəqil sözlərin sayını nəzərə almaq lazımdır. Bax, müstəqil sözlərin sayını nəzərə almaq lazımdır. Köməkçi feillər, köməkçi nitq hissələri söz birləşməsinin quruluşuna təsir eləmir. Bax, köməkçi feillər, köməkçi nitq hissələri söz birləşməsinin quruluşuna təsir etmir. Bunu da yadınızda saxlayın. Köməkçi feillər, köməkçi nitq hissələri söz birləşməsinin bax quruluşuna təsir etmir. Onun arzusu, baxın, iki müstəqil söz var. Deməli, nədir? Quruluş da sadədir. Onun kimi oxuyan. Baxın, burada görsək ki, 3 dənə söz var. Amma görürük 3 dənə söz var. Çaşı qasıb bunu gedib mürəkkəb götürmür, təhlil edir. Görürük ki, onun kimi. Burada kimi nədir? Qoşmadır. Və qoşma olduğu üçün biz buna onun kimi oxuyan birləşməsə deyəcəyik, mürəkkəb deyil. Quruluş da sadədir. İnsanlara kömək etmək. Baxın, burada it feili köməkçi feil olduğu üçün bu birləşmə nə olacaq? Quruluş da sadə olmuş olacaq. Bu da belə. İndi sabit birləşmələr, yəni frazoloji birləşmələr müstəqil işləndikdə sərbəst söz birləşməsi əmələ gətirir. Bax, sabit birləşmələr, yəni frazemlər müstəqil işlənəndə sərbəst söz birləşməsi əmələ gətirir. Məsələn, ağlı başına gəlmək frazoloji birləşmədir, sərbəst söz birləşməsi deyil. Amma bu sabit, bax, birləşmələr. Bu birləşmələr, sabit birləşmələr. Bax, birləşmənin əvvəlində müstəqil mənalı söz işləndikdə sərbəst söz birləşməsi əmələ gəlir. Bax, ağlı başına gələndə təklikdə frazoloji birləşmədir. Amma onun əvvəlinə əlinin də əlavə etsək, əlinin ağlı başına gələndə bu artıq olur nə? Söz birləşməsi. Yaxşı? İndi gəldik söz birləşmələrində əsas və asıl tərəflərə. Birinci tərəf və ikinci tərəf anlaşılır. Birinci tərəfə asılı, tabe olan tərəf deyil. Birinci tərəf nə oldu? Asıl tərəf oldu, tabe olan tərəf oldu. İkinci tərəf isə əsas və tabe edən tərəfdir. Mənim arzum, bax, burada mənim arzum birləşməsində mənim olacaq burada asılı tərəf, amma ki arzum isə olacaq əsas tərəf. İndi gələk söz birləşməsi və sözün ortaq və fərqli cəhətlərinə. Görək fərqli cəhətləri nədir bu söz və söz birləşmələrinin? Oxşar, ortaq cəhətləri nədir? Gəlin elə birinci oxşar cəhətlərini deyək. Oxşar cəhətlər odur ki, hər ikisi əşya və hadisələri adlandırır. Hər ikisi cümlə üzvü olur. Hər ikisinin başlanğıc forması olur. Hər ikisi cümlənin qurulmasında iştirak edir. İndi bax fərqləri nədir bunların? Söz səslərdən düzəlir, ümumi ad bildirir, leksik vahiddir, cümlənin sadə üzvüdür, bir vurğu ilə deyilir, quruluş da sadə düzəltmə mürəkkəb olur. Məsələn, kitab sadə, kitabxana düzəltmə, sonra nizam mürəkkəb. Söz birləşmələri bax sözlərdən düzəlir, konkret ad bildirir, sintaktik vahiddir. Bax, söz birləşməsi sintaktik vahid, amma söz leksik vahiddir. Cümlənin mürəkkəb üzvü olur, tərəflərinin öz müstəqil vurğusu olur. Quruluş da sadə və mürəkkəb olur. Düzəltmə olmur söz birləşmələrində. Əsas və asıl tərəfi olur. Söz necə əsas tərəfi olur. İndi gələk söz birləşməsi və mürəkkəb söz haqqında danışaq. Bunların ortaq cəhətləri nədir? Fərqli cəhətləri nədir? Oxşar cəhətləri odur ki, hər ikisi ən azı iki sözdən ibarət olur. Eyni cür sintaktik əlaqələnmə yolları ilə yaranırlar. Hər ikisi cümlə üzvü olur. İndi baxaq. Görək fərqli cəhətləri nədir? Mürəkkəb söz leksik vahiddir. Cümlənin sadə üzvüdür. Adətən bir vurğu ilə deyilir. Bitişik və ya defislə yazılır. Adətən tərkibindəki sözlərin sayını artırmaq olmur. İndi gələk söz birləşməsi. Söz birləşməsi sintaktik vahiddir. Adətən cümlənin mürəkkəb üzvü olur. Hər sözün öz vurğusu olur. Tərkibindəki sözlər ayrı yazılır. Adətən tərkibindəki sözlərin sayını artırmaq olur. Məsələn, maraqlı kitab, yazıçının maraqlı kitab formasında. Bu da belə. İndi gələk söz birləşməsi və cümlə haqqında olan qeydlərimizə. Bildiyimiz kimi söz birləşməsi və cümlənin də oxşar və fərqli cəhətləri var. Oxşar cəhətləri odur ki, hər ikisi cümlənin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Məsələn, suda üzmək və suda üzürəm. Hər ikisi sintaktik əlaqələrlə sözlərin müəyyən sıralaması ilə yaranır. Hər ikisi sintaktik vahiddir. Bax, söz birləşməsi də cümlədir. Hər ikisi sintaktik vahiddir. Fərqləri nədir? Cümlə bitmiş fikri ifadə edir, intonasiya bitkinliyi olur, bir sözdən ibarət ola bilər, cümlə üzvləri var, qrammatik əsası olur. Qrammatik əsas deyəndə mübtəda və xəbər nəzərdə tutulur. Söz birləşməsi haqqında baxaq. Bitmiş fikir ifadə eləmir, intonasiya bitkinliyi olmur, bir sözdən ibarət ola bilən söz birləşməsi, cümlə üzvləri yoxdur və qrammatik əsası olmur. Bu da belə. İndi gəldik mürəkkəb adlara. Mürəkkəb adlar söz birləşməsi şəklində olur və ayrı yazılır. Mürəkkəb adlar xüsusilik daşıyaraq ad bildirir. Bu cür nümunələr xüsusi isim deyil, söz birləşmələri. Mürəkkəb adlar xüsusi isim sayılmır, söz birləşməsi sayılır. Mürəkkəb adların yazılış qaydalarına baxaq. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin birinci hərfi böyük yazacaq. Məsələn, bax, o, bəy, oğlu, qızı sözlərindən başqa, bunu da yadınızda saxlayın. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin birinci hərfi böyük yazacaq, amma bəy, oğlu, qızı sözlərindən başqa. Nizami Gəncəvi, İmadəddin Nəsimi, bax, Uzun Həsən, Şah İsmail Xətai, Məhəmməd Füzuli görürük, bax, ad və soyad verilir. Təxəllüs verilir, ləqəb verilir. Bunlar nədir? Hamısı böyüklə yazılır. Amma bax nə dedik? Bəy oğlu qızı kiçiklə yazılır. Baxın, xan qızı Natəvan. Gördük burada qızı necə yazılır? Kiçik yazılır. Süleyman Sani Axundov, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy. Bax, bəy görürsüz burada kiçik hərflə yazılır. Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli. Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli. Bax, burada oğlu sözünü, bəy sözünü gördük, kiçiklə yazıldı. Mehdi Hüseynzadə, Səməd Vurğun.
Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s. Xüsusi isimlər cəm çəkici qəbul etdikdə də böyük hərflə yazılır. Bax, xüsusi isimlər cəm çəkici qəbul etdikdə də böyük hərflə yazılır. Məsələn, Nizamilər, Füzulilər, Hacı Qaralar, Hacı Aslanovlar, Mehdi Hüseynzadələr və s. böyüklə yazılmış oldu. Bəzi əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır. Məsələn, Alapaçan, Badə, Bənc, Bozdar, Qırat, Məstan və s. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılacaq. Məsələn, Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxan Yenisey abidə. Bax, yadınızda saxlayın, tezdə bu söz qabağınıza çıxır tez-tez. Məsələn, yazır ki, Orxan Yeniseyi balaca yazır. Orxan Yenisey balaca yazır. Xeyr, yanlışdır. Burada y da böyük hərflə yazılmalıdır. Orxan Yenisey həm də defislə yazılır. Bunu da yadınızda saxlayın. Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Versal sülhü, Vətən müharibəsi, 7 illik müharibə və s. Qeydimizi də yadımızda saxlayaq. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır. Bax, necə olanda fərqləndirici söz əlavə edəndə onun da birinci hərfi böyük yazılır. Məsələn, Paleolit dövrü, Paleto böyüyünə yazılır, dövrünün kiçiyinə. Amma onun əvvəlinə fərqləndirici ortanı əlavə etsək, orta da böyüyünə yazılmış olacaq. Bunu da yadınızda saxlayın. Son Paleolit dövrü də həmçinin. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. Bax, hansılar oldu? Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılacaq. Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s. Səmavi kitabların, səma cisimlərinin adları böyük hərflə yazılır. Quran, Bibliya, Əhd-i Cədid, Əhd-i Ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s. Ali dövlət vəzifələri. Bax, yadınızda saxlayın. Azərbaycan Respublikasının prezidenti böyük yazılır. Azərbaycan Respublikasının birinci, bax, bura qədər böyük yazılır, amma vitse-prezidenti kiçik ilə yazılır. Azərbaycan Respublikasının baş, bax, gördüyünüz kimi böyük yazılır, amma naziri kiçik ilə yazılır. Azərbaycan Respublikasının Milli Məclisinin, bax, sədri nə olacaq kiçik ilə yazılmış olacaq. Bunları yadınızda saxlayın. Deməli, Azərbaycan Respublikasının prezidenti hamısı böyük, Azərbaycan Respublikasının birinci vitse-prezidenti kiçik ilə, Azərbaycan Respublikasının baş naziri kiçik ilə, Azərbaycan Respublikasının Milli Məclisinin sədri isə kiçik ilə yazılmış oldu. Daha sonra dövlət orqanları, qurumları, birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin bax birinci hərfi böyük yazılacaq. Adına, üzrə və yanında qarşı bu kimi yardımçı sözlərdən başqa. Azərbaycan Respublikasının Nazirlər Kabineti hamısı böyüklə yazılır. Azərbaycan Respublikasının Milli Məclisi hamısı böyüklə. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına görə kiçik ilə yazılır adına. DCD İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərliyi və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, Bakı şəhər İcra Hakimiyyəti, Ağstafa rayon Təhsil şöbəsi və s. Dövlət rəmzlərinin həmçinin tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bax bütün sözlər böyük yazılacaq. Hansılar? Dövlət rəmzlərinin həmçinin də tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır. Azərbaycan Respublikasının dövlət himni, Beynəlxalq Ana Dil Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü hamısı böyük yazılır. Məşhur tarixi gün, bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır. 20 yanvar, 28 mart. Baxın, əgər 20 yanvar yazsa, baxın 20 sözlə yazsa yanvar kiçik ilə yazılacaq. Yox, əgər 20-ni rəqəmlə yazsa, onda yanvar böyüklə yazılmış olacaq. Yadınızda saxlayarsınız. Daha sonra 8 mart, bax 8 mart da həmçinin. Qurban bayramı, Novruz bayramı və s. Bax həmin günlər rəqəmdə göstərilirsə, 20 yanvar, 28 mart, 8 mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılmış olacaq. Azərbaycan Respublikasının Səhiyyə Naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri tipli mürəkkəb adlarda sahə və vəzifə bildirən söz kiçik hərflə yazılır. Baxın, şu sözləri yadınızda saxlayın. Azərbaycan Respublikası Səhiyyə Naziri, kiçik, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri. Bax, işarələdiyim bu hissələr kiçiklə yazılmış olacaq. Daha sonra tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər isə kiçik hərflə yazılır. Məsələn, Avropa Liseyi, Ləyonət Vəqfi, Humanitar Fənlər Gimnaziyası, Humanitar Siyasət Məsələləri şöbəsi, Uşaq Gənclər Şahmat Məktəbi, Udunun Filologiya Fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s. İndi deyək ki, bizə tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır. Məsələn, Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kürd çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şirvan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Narkin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynəburnu və s. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözdə isə kiçik hərflə yazılır. Əməkdar müəllim, əməkdar incəsənət xadimi, xalq şairi, gördüyümüz kimi özək hissə, ilk söz böyük hərflə, sonrakı sözdə kiçik hərflə yazılır. Əməkdar müəllim, əməkdar incəsənət xadimi, xalq şairi. Qeyd olaraq da yadınızda saxlayın ki, Azərbaycan milli qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır. Qeydimizi yadınızda saxlayın. Qəhrəman sözünü yadınızda saxlaya bilərsiniz ki, qəhrəman var, böyüklə yazılır. Orden, medal, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. bunların adları dırnaqda yazılır və birinci sözü böyük hərflə yazılır. Bunları yadınızda saxlayın, dırnaqda yazılanlar hansılar oldu? Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır. Məsələn, Vətənə xidmətə görə orden. Bax, gördünüz, vətənə xidmətə görə dırnaqda yazıldı. Ondan sonra isə gələn söz kiçik yazıldı. Vətənə xidmətə görə orden. Dövlət qulluğunda fərqlənməyə görə medalı. Ata və oğul povesti. 7 gözəl baleti, uzaq sahillərdə filmi, Azərbaycan qəzeti, Cücələrim kafesi, Bahar mağazası, Badamlı mineral suyu və s. Qeydimizi də yadımızda saxlayaq ki, dırnaqda yazan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılmış olmalıdır. Yoxsa yanlış olur. Xalq qəzetinin bugünkü nömrəsi 7 gözəlliyin ilk tamaşası və s. Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyin və s. sözlər rütbələr, ləqəb və titul bildirib aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gələndə isə kiçik hərflə yazılır. Bax, nə dedi? Əvvəl gələndə böyük hərflə, sonra gələndə isə kiçik hərflə yazılmış olacaq. Hansılar? Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyim. Bax, bu sözlər rütbə, ləqəb, titul bildirib aid olduğu sözlərdən əvvəl gələndə böyük hərflə, sonra gələndə isə kiçik hərflə yazılmış olur. Hacı Qara, Mirzə Fətəli, Nadir Şah,
Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah. Qeydimizə baxaq. Ağa, bəy, xanım sözləri insan adlarının tərkibində, tərkib hissəsi kimi işlənəndə bitki yazılacaq. Məsələn, Ağacabat, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədi ilə işlənəndə isə ayrı yazılır. Məsələn, Abbasqulu Ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatıma xanım Kəmindən və s. Qeyd olaraq yadınızda saxlayırsınız ki, mürəkkəb adların hamısı ixtisar şəklində düşə bilmir. Başa düşdük yəqin ki, bu hissələri indi də keçirik söz birləşmələrinin növlərinə. Söz birləşməsinin növlərinə keçməzdən əvvəl bir məqamında bildirim sizə. Orada məsələn deyilirdi ki, orden, medal, bədii əsər, opera, balet, kino, film, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözdə böyük hərflə yazılır. Ancaq məsələn əsər adı deyim, Leyli Məcnun. Bunu bax, qeyd edeyim bura. Bax o zaman bunlarda hər ikisi böyük hərflə yazılır ki, xüsusi isim olsun. Bax, əsər adının ikisi də nə zaman böyüklə yaza bilər? Hər ikisi xüsusi isim olanda. Məsələn, Leyli və Məcnun. Məsələn, əsər. Baxın, burada nə oldu? Həm dırnaqda yazılır əsər adıdır, həm də ki, birinci sözdə, ikinci sözdə böyük hərflə yazılır. Bunun da səbəbi odur ki, hər ikisi xüsusi isimdir. Bir də qəhrəman sözü ilə bağlı dedik ki, qəhrəman olan sözlər böyüklə yazılır. Bax, mürəkkəb adlar daha doğrusu. Məsələn, dedik ki, Azərbaycanın milli qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı. Oraya əlavə edə bilərik ki, Vətən müharibəsi qəhrəmanı və s. bunlar nə dedik? Hamısı böyüklə yazılmış. O zaman Vətən müharibəsində yadınızda saxlayın. Vətən müharibəsi qəhrəmanı. Burada müharibəsi kiçiklə yazılır. Bir də indi mürəkkəb adların yazılışından, tələffüzündən, daha doğrusu yazılışından danışırıq və biraz tələffüzündən sizə məlumat vereyim. Baxın, məsələn, iki Sait yanaşı gələrsə. EA. Baxın, bu tələffüz olunacaq elə EA formasında. Məsələn, Elmlər Akademiyası. Əgər ancaq bax Saitlər olanda EA formasında bax tələffüz elədik. Əlifbada necə səslənirsə elə səslənir. Ancaq samitlərdən ibarət olanda, məsələn, DT X formasında. Bax, bu da DT X formasında tələffüz olunacaq. Yəni ancaq saitlər, ancaq samitlər olanda, ancaq saitlər, ancaq samitlər olanda əlifbada necə səslənirsə, elə səslənəcək. Əlifbada necə səslənirsə, elə səslənəcək. Bax, qeyd edin. Tələffüz olunacaq da yəni. Məsələn, Elmlər Akademiyası EA, DTX bu formada səslənir. Və bunlara artırılan şəkilçi də bax, ixtisarın tələffüzünə uyğun artırılmalıdır. Bir dəqiqə buranı sileyim. Məsələn, yazıram ki, DTX-nin. Bax, şəkilçinin ixtisarın tələffüzünə uyğun yazdım. DTX-ya. Bunu da qeyd edə bilərsiniz ki, şəkilçi ixtisarın tələffüzünə uyğun artırılmalıdır. Bu indi dediyimizin birinci hissəsi. Ancaq saitlər, ancaq samitlər gələndə. İndi yazaq. Sait plus samit gələndə necə tələffüz olunacaq? Məsələn, belə bir yazdım. Məsələn, A şey gəlir, bu necə tələffüz edəcək? A və şey formasında. Bax, yəni ki, Sait plus samit gəlibsə, biz bunu A və şey formasında tələffüz. Əlifbada necə səslənirsə, elə tələffüz edəcək, səsləndirdik yenə. Yox, əgər Sait plus samit gələndə, məsələn, əlavədə samit gəlirdi, məsələn, A, B, Ş. Bunu da necə səsləndirəcəyik? A, B, Ş formasında səsləndirmiş olacaq. Bax, bunu da yadımızda saxlayaq. Bunu da əlifbada necə səslənirsə, elə tələffüz edəcək. Yaxşı. Daha sonra samit plus Sait plus da samit gəlsin. Məsələn, yap. Yeni Azərbaycan partiyası. Necə tələffüz olunacaq? Yap forması. Sonra, məsələn, bax, elə bu formada da tələffüz olunmuş olacaq. Yaxşı. Bunu da yadımızda saxlayaq. Məsələn, indi yazaq B, M, T. Sizcə bu necə tələffüz olunacaq? Baxın, fikirləşin, mən davam edər. B, M, T. Baxın, L, M, N, R samitlərindən əvvəl gələn uzun oxunur. Bunu qeyd edin özünüz üçün. L, M, N, R samitindən əvvəl gələn uzun oxunur. L, M, bax, M-dən əvvəl gəlir. L, M, N, R samitindən əvvəl gələn uzun oxunacaq. Məsələn, B, M, T. Bax, burada E uzun tələffüz olunur. B, M, T formasında. Və yaxud da. Bax, məsələn. Bax, burada əvvəl nə gəlib? Bu hərfi. Deməli, biz bunu necə tələffüz edəcəyik? A, F, R formasında. Bax, A, F formasında tələffüz edəcəyik. A, F, R. Yəni, gördünüz burada. Necə olur? A, F, R. Bu formada tələffüz edilmiş olacaq. Yaxşı, yadınızda saxlayırsınız. L, M, N, R samitindən əvvəl gələn uzun tələffüz olunur. Sonra bu qaydanı da yadınızda saxlayın ki, hətta deyim yazın ki, Sait ortada gələndə əvvəl və sonra gələni dəyişməyə qoymur. Sonda gələndə isə özündən əvvəlkini dəyişməyə qoymur. Bax, yazırsınız ki, məsələn, bu formada tələffüz. Sait ortada gələndə əvvəl və sonra gələni dəyişməyə qoymur. Sonda gələndə isə özündən əvvəlkini dəyişməyə qoymur. Baxın, nümunələrdə qeyd edirdim. Bugünlük video izahımız bu qədər. Söz birləşməsinin növlərini isə növbəti videoda sizinlə bölüşəcəm. Sağ olun, nə qaranlıq qaldısa, hansısa bir sualınız varsa, buyurub şərh bölməsində yaza bilərsiniz.